Gəncə Dövlət Universitetində Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun 20-ci əsr Azərbaycan Ədəbiyyatı şöbəsinin müdiri, görkəmli ədəbiyyatşünas alim, filologiya elmləri doktoru professor Asif Rüstəmlinin Azərbaycan Cümhuriyyətinin 107-ci ilinə ithafən təşkil olunmuş Cümhuriyyət məfkurəsi və Cəmo bəy Cəbrayıl bəyli həyatı və bədii yaradıcılığı kitablarının təqdimatı keçirilib. Gəncə Dövlət Universitetinin Azərbaycan və Dünya Ədəbiyyatı Kafedrasının təşkilatçılığı ilə reallaşan təqdimat mərasimini universitetin elm və innovasiyalar üzrə prorektoru, dosent Pərvin Kərimzadə açaraq görkəmli alimin zəngin yaradıcılıq yolundan geniş şəkildə bəhs edib. Daha sonra Gəncə Dövlət Universitetinin humanitar məsələlər üzrə prorektoru, dosent Gülsüm Fətəliyeva, Azərbaycan və Dünya Ədəbiyyatı Kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Səba Namazova, filologiya üzrə fəlsəfə doktoru, dosent Nazimə Axundova, filologiya üzrə fəlsəfə doktorları Aynur Novruzova, Həmid Abbasov, Yeganə Hüseynova çıxış edərək Asif Rüstəmlinin Cümhuriyyət məfkurəsi və Cəmo bəy Cəbrayıl bəyli həyatı və bədii yaradıcılığı kitablarının dəyərindən, müəllifin yüksək yaradıcı məziyyətlərindən bəhs ediblər, alimə sözü gedən qiymətli nəşrlərlə bağlı təbriklərini ünvanlayıblar. Tədbirdə eyni zamanda professor Asif Rüstəmli Filologiya Fakültəsinin tələbələrinin mövzu ətrafında ona ünvanlanan suallarını da cavablandırıb. Ədəbiyyatşünas alim tələbələrin nəzərini gələcək təhsilləri və fəaliyyətləri dönəmində diqqətdə saxlamaları olduqları məqamlara yönəldərək onlara bu istiqamətdə tövsiyələrini bildirib. Mənə göstərilən diqqətə görə həm Gəncə Dövlət Universitetinin rəhbərliyinə, başda Yusif müəllim olmaq şərti ilə Pərvin xanıma, digərlərinə, Səba xanıma təşəkkürlərimi bildirirəm. Həmişə belə deyək, yeni araşdırmaların, yeni tədqiqat işlərinin tələbələrə çatdırılmasında, tələbələrin deməli inkişafında, xüsusilə təhsil sahəsində bunların yetişməsində müsbət rol oynamaları qənaətbəxşdir və yüksək dəyərə layiqdir. Və təbii ki, Cümhuriyyətimizin Gəncə ilk məkanı, ilk məskəni sayılır və burada Nurpaşa adlanan kitabxanada bu tədbirin keçirilməsi məni iki qat sevindirdi. Onu qeyd edeyim ki, hər iki kitab bütövlükdə Azərbaycan ədəbiyyatının, Azərbaycan tarixinin müəyyən məqamlarını, az araşdırılmış mövzularını və sahələrini əhatə etdiyi üçün diqqət cəlb etdi və burada mənə qarşı bəslənilən isti münasibət məni həddindən artıq sevindirdi, bir araşdırıcı kimi, bir tədqiqatçı kimi. Tədbirin təşkilatçısı, Azərbaycan və Dünya Ədəbiyyatı Kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Səba Namazova və Filologiya Fakültəsində dekan vəzifəsini icra edən, filologiya üzrə fəlsəfə doktoru Mehriban Məmmədova, Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun 20-ci əsr Azərbaycan Ədəbiyyatı şöbəsinin müdiri, görkəmli ədəbiyyatşünas alim, filologiya elmləri doktoru professor Asif Rüstəmliyə dəvəti qəbul edib fakültənin professor, müəllim heyəti və tələbələri ilə bugünkü görüşə təşrif buyurduğu üçün sonsuz təşəkkürlərini bildiriblər. Tədbirin sonunda xatirə fotoları çəkilib.